Salam hər kəsə. Mənim adım Zəhradır. Əgər siz FM Networkda sadəcə biznes qurmaq yox, həm də daha tez uğur qazanmaq, daha çox və daha sürətli qazanmaq istəyirsinizsə, bu sistem məhz sizin üçündür. Bu, bizim 2 ballıq sistem planımızdır. Bu qazanc planına başlamaq çox sadədir. Siz FM Network'a üzv olarkən 1 ballıq məhsul əvəzinə birbaşa 2 ballıq bir məhsul alaraq sistemə qoşulursunuz. Siz komandanızı, yəni strukturunuzu qurmağa başlayırsınız. Əsas şərt odur ki, sizin üzv etdiyiniz şəxslər də sizin kimi 2 ballıq sistemlə qoşulsunlar. Siz ilk 2 nəfərinizi, biri sol, biri sağ, sistemə üzv edəndə sizin strukturunuzda sol qolda 2 bal və sağ qolda 2 bal balansı yaranır. Bu balanslaşma baş verdiyi an, sistem sizə 30 Azərbaycan manatı binar bonus qazandırır. Demək, sizin dəvət etdiyiniz bu 2 şəxs də öz ilk 2 nəfərini üzv edən kimi, onların hərəsi 30 manat, siz isə 60 manat qazancınızı əldə edirsiniz. Bu sistemin ən güclü tərəfi dublikatlıq, təkrarlanma prinsipinə əsaslanmasıdır. Əgər komandada bu sadə prinsipi saxlayaraq, hər kəs 2 nəfərini, biri sol, biri sağ və üzv etdikdə, onlar da eyni şeyi təkrarlayırsa, nəticədə sizin sol və sağ qolunuzdakı ballar hər addımda 2 dəfə artır. 2, 4, 8, 16 və s. Sizin gəlirləriniz də bu artıma uyğun olaraq hər dəfə 2 qat artır. 30 manat, 60 manat, 120 manat və bu minvalla davam edir. Əgər hər gələn nəfər öz 2 yaxınını sistemə 1 həftəyə üzv edərsə, 12 həftə ərzində sizin ümumi yığılmış gəliriniz 122.880 manata çata bilər. Qazanc potensialının nə qədər yüksək olduğunu gündəlik limitlə də görmək olar. 1 ballıq sistemdə gündəlik limit 1050 manat olduğu halda, 2 ballıq sistemdə gündəlik limit 2100 manatdır. Bu, aylıq olaraq 60.000 manatdan yuxarı gəlir əldə etmək imkanı deməkdir. FM Network sistemində üzvlərin irəliləyişi və qazancları 6 əsas titulla, rütbə ilə qiymətləndirilir. Hər bir titul müəyyən balanslaşma tələbini yerinə yetirdikdə əldə edilir və bunun qarşılığında həm voucher bonusları, həm də əlavə hədiyyələr verilir. Titul 1. FM Doğru Yol. Bu, sizin ilk böyük addımınızdır, başlanğıc tituludur. Tələb. Bu titula çatmaq üçün sizin həm sağınızda, həm də solunuzda 100 bal balanslaşmalıdır. Mükafat. Siz voucher bankınızdan 240 manat alırsınız. Əlavə olaraq, növbəti 3 ay olmaqla hər ay 100 manat, cəmi 300 manat əlavə hədiyyə əldə edirsiniz. Titul 2. FM Manager. Artıq komanda qurmağa başlamısınız və inkişaf edirsiniz. Tələb. Növbəti titul üçün bal tələbi sağda 500 bal və solda 500 baldır. Mükafat. Bu mərhələdə voucher bankdan 600 manat əldə edirsiniz. Əlavə hədiyyə isə 250 manatdır, hansı ki 4 ay, yəni 4 dəfə ödənilir. Titul 3. FM VIP Manager. Siz artıq ciddi lider statusu qazanırsınız. Tələb. Bu titulda sağınızda 1000 bal, solunuzda 1000 bal toplanır. Mükafat. Bu titulun voucher bonusu 1600 manatdır. Əlavə hədiyyə olaraq isə 450 manat 4 ay ərzində ödənilir. Titul 4. FM Direktor. Biz artıq böyük titullara keçid edirik və qazanclarınız əhəmiyyətli dərəcədə artır. Tələb. FM Direktor titulu üçün sağda 5000 bal və solda 5000 bal toplanmalıdır. Mükafat. Buradakı voucher bonusu nə az, nə çox 8000 manatdır. Əlavə hədiyyə olaraq isə 600 manat 6 ay bonus olaraq verilir. Titul 5. FM VIP Direktor. Bu, uzun müddətli sabit gəliri aparan yoldur. Tələb. Bu titulun tələbi sağda və solda 10.000 baldır. Mükafat. Voucher bonusu düz 10.000 manatdır. Ən gözəli isə əlavə hədiyyə olaraq ayda 1000 manat ödənilir və bu ödəniş 12 ay, 1 il davam edir. Titul 6. FM Dividend. Ən böyük hədəf. FM Dividend titulu bu şirkətin ən yüksək tituludur və sizin ən böyük hədəfinizdir. Tələb. Bal tələbi sağda 20.000 və solda 20.000-dir. Mükafat. Bu titula çatanda siz böyük bir mükafat əldə edirsiniz. 3 otaqlı ev sizə hədiyyə verilir. Bundan əlavə, sizin komandanızın şirkətə gətirdiyi ümumi gəlirin 1% daimi olaraq sizə gəlir kimi ödənilir. 2 ballıq sistem sizə daha yüksək sürətlə inkişaf etmək və daha böyük gəlirlər əldə etmək üçün əla fürsət verir. Ən əsası, bu sərbəst, risksiz bir iş modelidir.
Əgər siz də bu böyük gəlirli FM ailəsinə qoşulmaq qərarına gəlsəniz, bu materialı sizə təqdim edən şəxslə dərhal əlaqə saxlayın. Təşəkkürlər. FM Network, sizin ailənizin biznesi.